Gününüz xeyirli və uğurlu olsun. Bugünkü kombinimlə qərar verə bilmirəm. Hansını götürüm, hansını geyinim daha doğrusu. Krasovka mı yoxsa belə kovboy bot mu? Buna bir qərar verin lütfən qızlar. 1 mi, 2 mi? Bir də çantada da qərarsız qalmışam. Bir istəyirəm Marc Jacobs'un belə adi ağ sumkası var. Onu mu götürüm, yoxsa tote bag mi götürüm ağlı qaralı? Bunlara da bir qərar verin lütfən. Qızlar, seçiminiz belə oldu. Nətərəm? Bugün ancaq ağ-qara olduq, elə bil yox. Aşki də ağ-qara oldu. Belə. Getdik. Siz seçim eləyənə qədər mənə gələn ən sevdiyim aksesuar olan aşkilər gəlib bugün. Natura Optik'dən. Natura Optik'i çox sevirəm. Niyə? Çünki bütün gözlükləri orijinaldır və münasib qiymətədir, onu da deyim. Fantastik qiymətlər qoymayıblar. Və qeyd etmək istəyirəm ki, mütləqdir ki, nə olur olsun, aşkiləriniz orijinal olmalıdır. Yoxsa gözünüzə ziyandır. Mənim gözüm zaten zəif görür. Ona görə də adi, yəni kopya bir markanın falan kopyasını taxsam gözlükdə həmən gözlərim ağrıyar. Ən sevdiyim Prada 3 dənə aşkı gəlib. Bu arada mən bəzən unisex taxıram və ya bəzən də hansısa ki aşkisini bəyərib ala bilərəm. Ay, bax, bu bugünkü geyimimdən tam uyumludur qızlar, nə deyirsiniz?